Peyğəmbər sallallahu nəsli, o Həzrətin gizli sirrinin qoruyucusu, fərmanının pənahı, o böyük şəxsiyyətin Haqq Təala tərəfindən əmr etdiyinə itaət göstərdilər. O hörmətli vücudun elm xəzinəsi, Həzrətin bildiyini onlar da bilirdilər. O Cənabın xalqın onlara müraciət edib bilmədiklərini soruşması üçün hikmətlərinin mərcəyi, kitablarının Quran və sünnənin hafizi və dinin müxalif küləklərdən və düşmənlərin dağıntılarından sarsılması və onlara görə qorunub saxlanması üçün arxasında dayanan dağlar kimi idilər. Allahın Rəsulü sallallahu onların köməkliyi ilə qamətini düzəltdi. Əvvəlcə zəif və gücsüz olan dinini onların yayılması sayəsində marifi bütün dünyanı bürüyəcək səviyyəyə qədər gücləndirdi. Pak imamlar xidmətləri sayəsində İslam dininin düşmənlərindən olan istirab və narahatlıqları özündən uzaqlaşdırdı.